Saber Hacer Colombia. Həyətdə ocaq qalamışdım. Birdən partlayış. Mən eşitmədim. Qulaqlarım kar elədi. Gözlərim tutuldu. Yandım. Akstafa regionu Azərbaycanda patlamamış hərbi sursatına çirklənmiş bir ərazidir. Çünki bu ərazidə keçmiş SSR dövründə çoxlu hərbi hissələr yerləşib, avia poliqon olubdur. SSR dağıldıqdan sonra 1991-ci il 10 avqustda bu qəfildən gözlənilmədən bu anbarlarda partlayış olmuş. İlkin olaraq biz bu regiona əməliyyatlara başladıq. O regionda 5 ilə yaxın həmin ərazilərdə əməliyyatlar apardıq. Demək olar ki, biz bu regiona gəlməmişdən öncə bu regionda yerli əhali arasında xəsarət alanlar, ölənlər həddən artıq tez-tez baş verirdi belə hadisələr. 5 il müddətində həmin ərazidə fəaliyyət göstərdikdən sonra artıq bu regionda o hadisələr demək olar ki, təsadüf olunmur. Min axtaranlardan gəldilər bura, bax bu ərazidən. Cərgə boyunca 3 partlamamış mərmi bax bu ərazidə idi. Sonra bu əkin yerində. Əkin boyunca elə bir ki, belə kaset formasında atmışlar oradan. Bax bu ərazilərdən haradasa bir üçünü buradan çıxartmışlar. 8-9 dənə də mərmi bax bu həyətdən buradan çıxartdılar. Təhsil Nazirliyi ilə bərabər, deməli, birlikdə biz bu mina xəbərdarlığı dərsini nail olduq ona ki, sərhədi yanı rayonlarda mina xəbərdarlığı proqramı, deməli, məktəb proqramına daxil olunsun. Rəngi nə cür olur? Biz bir dəfə dostlarımla oynayanda yolun kənarında mərmi gördük və onu atamıza dedik. O da gəldi, baxdı, dedi bu partlaya bilər. Sonra isə Anama şirkətinə xəbər verdi. Onlar da onun üzərində araşdırdılar.